Bu qadın həyat yoldaşının qatilini niyə öpür? Yoxsa bu qadağan edilmiş bir eşq hekayəsidir? Bəs bu adam nə yazır? Bu adamlar utanırlar? Ümumiyyətlə onlar niyə kilsədədirlər? Bu əsər de Monzain adətini təsvir edir. Təqsirkar şəxs cinayəti bağlamaq üçün qurbanın yaxınını öpməyə məcbur edilir. Bu o zamanlarda indiki Niderland, Belçika kimi ölkələrdə mövcud olmuş qan davası, intiqam kimi məsələlərin qarşısını almaq üçün tətbiq edilirdi. Hər zaman könüllü baş verirdi? Əlbəttə ki, yox. İctimai qınaq və dini qorxular əsas səbəb idi. Nəticədə məhkəmə katibləri və kilsə nümayəndələri bütün öpüş anını qeyd edir və qan davası bağlanmış hesab edilir. Yəni intiqam alına bilməzdi. Bəs bu sümbül bu cinayətkarın çarəsizliyini və hazırda peşman olmasını bildirir. Bunu o zamanlarda adətən ailənin sözü keçən yaşlı üzv edirdi. Qadınlar belə prosesdən kənarda tutulur. Burada isə istisna var. Bağışlayan şəxsin qadın olması cinsi ayrı seçkiliyə qarşı gəliş, təmizlik və saflığı simvolizə edir. Sağdakı şəxslər isə böyük ehtimalla cinayətkarın anası, bacısı və qardaşıdır. Həmçinin arxada üzünü tutan şəxs də barışığı qəbul etməkdə çətinlik çəkən qardaşdır. De Monzain adəti haqqında sizə çatdırmaq istədiklərim bu qədər idi. Əgər suallarınız və hər hansı bir fikriniz varsa rəylərdə bölüşməyi unutmayın. Hələlik.